Ya Rəbbəl aləmin sənad verəm izzətivə, cəlalıva, kərəmivə, rəhmətivə, mərhəmətivə, məhəbbətivə. Bu əllər ki, sənin dərgahına qaldırmışıq ilk əvvəl duamız İmam Zaman əleyhissalamın zühurun təcil elə. İlah bağışlamış bizi bu dünyadan aparma, imanla yaşayıb, təqva ilə bu dünyadan köçməyi bizə nəsib elə. İlah o kəslər ki, bizdən dua istəyir, o qardaş bacılarımın dualarını qəbul elə. Xəstələrimizi tezinə şifaya acil inayət elə, övladı olmayanlara övlad nəsib elə, subaylarımıza gözəl ailə nəsib elə, ailə müşkül onların müşküllərini tezliklə həll elə, borcu olanların borclarını verməkdə onlara yardımcı ol, evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə, İlahi və Rəbbim və Həqqi Fatimə qəlblərimizdə olan dualarımızı bizlərdən qəbul elə. La şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur elə, şəhidlərimizi, aprel şəhidlərimiz, 2-ci Qarabağ, 1-ci Qarabağ, ümumiyyətlə nə qədər şəhidlərimiz varsa, bütün şəhidlərimizi Həzrəti Hüseyn Peyğəmbərimizlə məhşur elə, onların yaxınları, ailələri, övladları qəlblərinə huzur və aramlıq nazil elə.